Değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Gözəl qardaşlar, gözəl insanlar. Biz bu günləri Bərdə rayonunun Şirvanlı kəndində bax belə anguslarımız. Hamısı birinci qarna, 80 baş heyvandır hal-hazırda. 30 dənəsi balalıdır. Qalanındakı boğazdır. Birinci qarna. İçində 4 dənə erkəkləri var. Qiymətləri 2800-dən 3500 arasında dəyişir. Hal-hazırda balaları da ki görürsünüz. 30'a yaxın balası var. 30 dənə. Balalarını da ala bilərsiniz, yəni istəsəniz pulla. Ondan belə də ala bilərsiniz. 2800-dən 3500 arasında dəyişir qiymətləri. Hal-hazırda gördüyünüz kimi içində bir dənə də şarol var. Qiyməti qardaş. Bax erkəkdir, bax gələn. 4 dənə içində paşdı tona yaxın çəkisi var erkəklərin. Görürsünüz, bax onun arxasındakı da erkəkdir. Bax. Çox rahat heyvanlar. Allah kim alır xeyir versin. Buyurub baxa bilərsiniz. Ünvanımız yenə deyirəm, Bərdə rayonunun Şirvanlı kəndində. İçində bir dənə müsibət şarol var. Gözəl qardaşlar. Çox müsibət heyvanlardır. Çox. Qaqa hamısını yığ ora. Yığ ora qoy geçsin. Simentallar satılıbdır. Balalardır. Bakın gelin ne güzel balalar var. Balalarını da alabilirsiniz. İçində bəzi bir iki dənə heyvanlar var. Yəni o bunlara sayda deyil da. 80 baş angustur. Gör ne kadar rahat heyvandırlar ki. Bax, balaca kişi də bax girir onların içində rahat şəkildə hərəkət edir. Amma görüm yerli malın içinə belə girə bilərsən. Girmək olmaz. Girir. İnşallah kardeş. Bir tane ekranlarla ben o kadar TikTok'ta canlaşmışıq, ekran bəyənməsindən danışırıq. Değil mi? Şarol. 18 gün qalıb doğmağa. Videomuzu burada yekunlaşdırırıq. İnşallah
birbaşa paylaşım edib, səhər doğru canlı da olacaq burada.